Mən Vüqar Abbaslı, Arka Byuronun təsisçisiyəm və artıq 15 ildən artıqdır ki, memarlıq və dizayn sahəsində fəaliyyət göstərirəm. Mebeldə ən önəmli faktor nədir? Mexanizm və aksesuarlarda ən çox nəyə diqqət yetirilir? Ən önəmli faktor balansdır. Bu dizayn, funksionallıq və təbii ki, aksesuarların düzgün seçimidir. Yaxşı aksesuar lüks deyil, artıq bir standarta çevrilməlidir. Bəs dizaynerlər arasında Çin brendinə yanaşma necədir? Artıq bir çox dünyaca məşhur Çin brendləri var bütün sahələr üzrə və mənim üçün də əsas istehsalçı ölkə deyil, o mexanizmin həm uzunömürlü, eyni zamanda funksional olmasıdır. Hazırda müasir mebel aksesuarlarının əlçatanlığı ilə bağlı nə bildirə bilərsiniz? Son zamanlar həm rəqabət bu sahədə artıb, eyni zamanda daha fərqli, müxtəlif aksesuarlar bizim bazara daxil olub. Bu da bizim ideyalarımızı reallaşdırmağa imkan verir. Bu tipdəki məhsullarla bağlı ümumi rəyiniz necə oldu bəs? Mənim üçün ən əsas hissiyatdır. Mexanizmi istifadə edəndə onun keyfiyyətini hiss edirsən. Bütün məhsullarında bu balans var. Həm estetik görünüş, həm də praktik istifadə. Bu isə real layihələrdə çox önəmlidir.